şeydir. Zeyd böyüyəcək. Axırıncı son aylarda mən bu pilləkənlər necə çıxıb düşəcəm bilmirəm. Özdə tərslikdən axırıncı aylardan köçəcəyik bura. Yəni indi Zeyd 6 aylıqdır, Zeyd 7 aylıq olanda köçəcəyik bura. 7, 8, 9-cu ayları bu pilləkənləri mən hər gün çıxıb düşməli olacam. Təsvir edin. Lift lazımdır. Sağ olun, ben mebellerimiz geldi bu arada. Sağ olun, ben almayayım. Sağ olun, ben almayayım. Lift mift. Pul jurnalisini alma o film. Pul jurnalisini alma o film. Bence səhv anlama. Sadece maşallah evinizde özünüzde samballısınız. O jurnali çok ucuzlaştırır. Sizi de evinizde süperdir. Ucuzlaştırır demeyek. Ucuzlaştırır demeyek. Bu arada. Çok sağ olun bu arada. Şehriyar da dünən videoda dedi ki o film pul jurnalisini beğenmeyip hatta benden küstü beğenmediğime göre. Bizim evimizi ben ele dizayn ederim neoklasik üslubunda. Yani ne çok klasik eləmirəm, nə də çox modern eləmirəm də. Yəni nə çox ağıbbaq eləməmişəm, nə çox bu biri evdəki kimi boz, qara, tün tonlardan istifadə eləməmişəm. Yumuşaq bir dizayn vermişəm də evə, anladınız mı? O pul jurnalisi mənim gətirdiyim üslubla uymur. Ona görə mən bəyənməmişdim. Bir də ki, bizim evdə balaca o jurnalli masanın üstündə inanırsınız mənə kleydən tutmuş hər cür şeyə qədər var. Adı nədir? Hər cür şeyə qədər var. Ləkəyə qədər var. Əslində onun üstünə kley dağıdır. Üstünü çiziblər, yazıblar. Yəni o indi aldığımız pul jurnalisinin üstü şüşədir. Təsəvvür edin, bir dənə əl qoysunuz belə jurnalistin üstündə biz nə boyda əl ləkəsi qalır. İndi təsəvvür edin, uşaqlı evdir də. Mənim uşaqlarım da sərbəst böyüməyə öyrəşiblər. Yəni, ay o dağılmasın, bu səliqəli qalsın, belə uşaqlar deyirlər. Yəni, rahat dağıdıb sökən uşaqlar. Və ora bir dənə stəkan qoydu, şirin çay dağıldı, bir dənə kofe dağıldı ki, hər gün evdə demək olar ki, bir dənə şirəli bir şey dağılır bir yerlərə. O jurnalini qalmayacaq. Yəni həqiqətən qalmayacaq. Mən onu düşündüm ki, yəni bu bizim evə uyğun deyil, uşaqlı evə uyğun deyil. Həqiqətən uyğun deyil. Heç böyüklü evə də uyğun gəlmir. Barmaq izi qalır dəhşətli dərəcədə. Mənim qızlarım da yeyib içəndə şeydir, yəni araları yoxdur. Sarı əskiyə əl vursunlar, silsinlər oranı. Yəni belə şeyləri sevmirlər. Ona görə mən belə şeyləri sevmirlər. Ona görə nə deyim valla. Məncə də. Ona görə dedim ki, yəni almayaq. Şəhriyar dedi ki, mən bəyəndim, o da ona görə götürməli oldu. Mən bəyəndim, o da ona görə götürməli oldu. Mən bilsəm ki, hamı misal üçün ləkə düşəndə, əl izi düşəndə, üstünə bir şey dağıdanda hər kəs öz arxasıca yığışdıracaq. Bez problem, amma heç kəs yığışdıracaq. Mən deyəndən deyənə dururlar ayağa. Mən deyəndən deyənə dururlar ayağa. Məni daha çox annelər başa düşər bu mövzuda. Məni daha çox annelər başa düşər bu mövzuda. Bu evdə inansız mənim nəyin dərdi götürüb. Evdə otaq sayı çoxdur. Mən geyinmə soyunma otağını hamını bir yerə yığdım, şifanerləri zadı bir yerə yığdım, hamının paltarlarını bir otağa yığsın ki, evdə paltar dağınıqlığı falan olmasın. Amma ev çox böyükdür, bu evi necə yığışdıracağım, necə şey eləyəcəm, sistemi necə quracağım, necə eləyim ki, ev çox dağılmasın. Çünki bu ev, o bir ev balacadır, nə qədər də dağılsa, 2 dəqiqə dururuq ayağa, uzanın yarım saat, 1 saat vaxtımız gedir ortalığı səliqəyə salmağa. Amma bu evdə rahat 3 saat, 4 saat, hələ hamımız bir yerdə şey eləsək, adı nədir, yığışdırsaq vaxt gedəcək buranı yığışdırmağa. Mən dərd götürüb ki, necə eləyim, neyim ki, bura çox dağılmasın. Zeyd doğulanda, inşallah uşaq qanmağa başlayanda,
Şeydə başa İnşallah salacağım ücret qanmağa ki, yemək başlayanda yedin, Ceydə su başa salacağım içdin, ki, su içdiyin yemək stəkanı yedin, yaxala qoy su yerinə. içdin, Yemək yedin, su apar içdiyin qabığı qoy stəkanı rakvinin yaxala qoy içinə. yerinə. Yemək Arxancın yedin, olsun apar oğlan qabığı qoy uşağıdır. rakvinin O içinə. bəzi evlərdə Arxancın oğlan olsun oğlan qardaş yeyir, uşağıdır. O stolu gəlib bəzi bacı evlərdə yığışdırır. oğlan